Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'n vel mursalin. Nebiyyena Muhammedin ve alihi ve əshabihi ve ecmaîn. İxtilaf nə zaman baş verir? Çünki baxdıqda qardaşların çoxsu, müsəlmanların daha doğrusu çoxsu xəta edirlər. İxtilaflı mövzuda bir-birlərini təkfir etməsi. Təbii ki, bu elmsizlikdən dolayı olur. Rəbbimizin Allah izin verdiyi qədər bunu anlatmaya çalışacağım ki, yəni ixtilaf nə zaman olar, hansı ixtilaflı mövzuda təkfir yoxdur, ixtilaf harda keçərlidir, bunu izah etməyə çalışacağam Rəbbimizlə. Birinci açıqlayacağım ki, ixtilafın lüğəti və şəri mənalarıdır. Lüğətdə ixtilafın mənası fərqlilik, məsələn, ayrılıq, müxtəlif yol və ya meyil deməkdir. Qurandan buna dəlil Hud surəsində keçir. Allah Əzə və Cəllə buyurur ki, əgər Rəbbiniz istəsəydi, insanları bir ümmət edərdi, lakin onlar ixtilaf etməyə davam edəcəklər. Şərri mənası isə iki dənədir. Məqbul ixtilaf, fiqhi və istihadi məsələlərdə fərqli görüşlərin mövcudluğu. İkincisi, məzmun ixtilaf, Quran və sünniyə zidd olan, haqqı tərk edib batıla yönələn ayrılıq deməkdir. İnsanların dilləri və rəngləri müxtəlif olduğu kimidir, misal üçün. Eləcə də düşüncə və istihadlar da müxtəlif ola bilər. Yəni, misal olaraq verdim. İxtilafın səbəbləri və hədisin dəlilləri isə dəlilin çatmaması. Sahabələrdən bəziləri bütün hədisləri eşitmirdi, buna görə də fikir fərqli olurdu. Məsələn, Allah Rəsulu sallallahu aleyhi ve sellem belə buyurur ki, mən sizə həqiqəti çatdırdım, amma sizdən bəzilərinə çatmadı. Yəni, Buxari Müslimdə keçən bir hədis. Yəni, bu da ona bildirir ki, misal olaraq həkimlərin çoxsu tibbi ayrı bütün kitabları oxumurlar. Yəni, anlayışları çox da olmur. Fərqli yollarla xəstəni sağalmaq istəyirlər. Sonuçda həkimlərin qayəsi nədir? Xəstəni sağalmaqdır. Yəni ki, ixtilaf da belə bir şeydir ki, alimlərin, istihad alimlərinin, üsulçuların, əhl-i-sünnə alimlərin qayəsi budur ki, insanlara faydaları olsun, bir məsələni araşdırsın. Sonuçda nədir? Xeyir verməkdir. Həkimlər necə ki, sonuçda fərqli yollarla xəstəni sağalmaq istəyirsə, bunların da qayəsi odur, Rəbbinin izni ilə. Dəlilin sabit olması, hədisin səhihliyi barədə fərqli fikirlər. Misal olaraq, Əbu Hüreyrə radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Hər kim zəif və ya uydurma hədisi mənim adımdan yayarsa, cəhənnəmdəki yer ona vacibdir. Yəni, buradan da alimlər neyinir? Artıq bu hədis eşitlərindən sonra araşdırmaya başlayırlar. Artıq ixtilafla burada yer açılır. Səhih hədis hansıdır, zəif hədis hansıdır? Artıq buradan ixtilaf başlayır. Yəni, ayə və hədisin birdən çox mənası olur. Məsələn, Allahın ayələrini müxtəlif yollarla izah edir ki, insanlar fikirləşsin. Yəni, Allah subhanət hələ öz ayələrini müxtəlif yollarla izah edir ki, insanlar fikirləşsin. Yəni, Allah subhanət ayətində də ki, Alimran surəsi 7-ci ayət. İstilahat və qiyasda fərqlilik isə aydın hökm olmayan məsələlərdə alimlər qiyasla fərqli nəticəyə gəlir. Qiyas, yəni misal olaraq, yəni müxtəlif yollarla, müxtəlif hədislərlə bir məsələni çürütməyə çalışırlar. Bu isə qiyas, bənzətmə yolu ilə, istilahat yolu ilə, hökmə ehtiyac varsa, hökm və istilahat yolu ilə artıq neyinirlər, hökm çıxardırlar. Yəni, dil və yaxud lüğətdə fərqləri, ərəbcə sözlərinin müxtəlif başa düşülməsi. Yəni, dildə və lüğətdə fərqli, ərəbcədə sözlərin müxtəlif başa düşülməsi. Məsələn, hədisin dil çox şeyi dəyişdirə bilər, amma niyyət dəyişməz. Yəni, hədisə baxın, dil çox şeyi dəyişdirə bilər, amma niyyəti dəyişdirə bilməz. Nəfsani səbəblər, inad, təbəssüm. Misal olaraq, insan qəbul olana bilmir, nəfsindən dolayı başqa bir şeydir, nəfsindən dolayı ixtilafa girir, yaxud başqa bir şeylərə görə. Amma niyyəti gözəl ola bilər, amma etdiyi başqa bir şeydir. Belə, misal olaraq, belə bir şey gəlir. İxtilafın şərri hökmləri və dəlilləri qəti mövzularda tövhid, şirk, Quran ayələri inkar edilməz. Yəni, namaz fərz olduğunu, tövhidin fərz olduğunu, şirkdə ixtilaf keçərlidir, şirkdir, üzr yoxdur. Quran ayələrinin inkarı, orucun fərz olması, bu kimi və s. qəti hökmlərdə ixtilaf etmək olmaz. İxtilaf edən sapar. Yəni, Allah qorusun. Yəni, Allah Azəvə necə deyir ki, Maidə surəsi 72-ci ayətlə, kim Allaha şərik qoşarsa, Allah ona cənnəti haram edər. İbn Abbas radiyallahu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, kim Allahdan başqasına dua edərsə, Allah onun duasını qəbul etməz. Yəni, misal olaraq, kimsə günəşi inkar etsə, dəli deyər. Yəni, günəş apaçıq çıxıbsa, günəşi inkar etmək, yəni qəti olan bir şeyi inkar etməkdir. Amma istihadi və zənni məsələlərdə, fiqh və əhl-i-sünnə əsaslanan məsələlərdə ixtilaf mümkündür. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemin bir hədisi var ki, Bəni Qurziyə hədisində sahabilərin fərqli davranışları təsdiqləndi. Yəni, düşün ki, müəllim tapşırıq verir, o tapşırığı evdə və yaxud dərhal yerində
həll etməyə çalışırsan. Bir qism insan yerində həll edir, bir insan evdə həll edir və fərqli yollarla etmək mümkündür. İxtilaf və təkfir mövzusunda, ixtilafda nə zaman təkfir olar, hansı mövzuda? Qəti və açıq mövzuda təkfir mümkündür. Məsələn, Quranın ayəsini inkar etmək, fərz olanı inkar etmək, Allaha şərik qoşmaq, burada təkfir mümkündür. Məsələn, Şeyxülislam İbn Teymiyyə rahimehullah təala belə buyurur ki, qəti dəlillərdə ixtilaf bəhanəsi yoxdur. Yəni bəhanə keçərlidir. Amma istilahatı məsələlərdə alimlərin ixtilafı ümmət üçün genişlikdir. Yəni izah üçün genişlik daşıyır. İxtilafın hikməti elmin yayılması üçün xeyirdir, ümmətə asanlıq verir, fərqli səviyyədə olan müsəlmanlar üçün genişlik verir. Yəni ki, bir misal verdiyi kimi müxtəlif dərmanlarla xəstəni sağalmağa çalışırlar. Yəni bir rəhmətdir. Allah həmd olsun. Sonda qeyd etmək istəyirəm ki, qəti mövzularda ixtilaf yoxdur, haqq birdir. İstihadi məsələdə ixtilaf ola bilər, var, təkfir yoxdur. Müsəlmanların vəzifəsi Quran sünnəyə sarılmaq, alimlərin sözlərini öyrənmək, qardaşını nahaq yerə təkfir etməməkdir.